Zelenski Putinlə şəxsən görüşəcəkmi? Onu mən belə dəqiq deyə bilmərəm, amma təbii ki, belə proqnoz vermək olar ki, yaxın gələcək üçün yox deyəsən. Əgər bu gedişat olsa, Rusiya tərəfindən irəli atılan bir normal addım olmasa, təbii ki, görüş olmayacaq. Amma görüş keçirilə bilər. Vladimir Putin məsələn elə Türkiyədə və ya da başqa ölkədə görüşlər keçirə bilərlər. İstər Avropa olsun, istər Türkiyənin paytaxtında olsun, görüş keçirilə bilər və orada da mesela Rusiya istəyir ki, bir balaca da cəbhədə üstünlük qazanıb daha belə əli dolu gəlsin. Yəni belə deyək, daha qalib tərəf kimi belə sözün deyə bilsin. Mən belə fikirləşirəm. Hətta Rusiya istəyirdi ki, Odessanı tutsun, amma buna nail ola bilmədi. Yəni vəziyyət çox kritikdir. Rusiya dedi ki, mən 4 günə Ukraynanı alacağam. Birləşmiş Ştatlar dedi ki, mən Donald Trump administrasiyası 4 günə həll edəcəm bu müharibəni. Hətta 24 saata deyirdi. Artıq 4 gün illərə səbəb olub. Bəli. Hardasa 2025-in 20 yanvarından hakimiyyətdə 3 ay yarım keçib, amma ortada bir nəticə yoxdur. Hətta atəşkəs belə yoxdur. Düzdür.